Duzlu karamelli, püstəli və popkornu rəngbərəng mochi heç görmüsünüzmü? Dəniz Mollda yerləşən Mochikidə bu dadların bir neçəsini sınadım. Mən onlardan çox tövsiyə olunduğuna görə manqolunu və fərqli olsun deyə püstəlini sınadım. Yanında da bir dənə meyvə şirəsi. Bir mochi 3 manat idi, meyvə şirəsi də 1 manat idi. Ümumilikdə 7 manat. Və belə mənzərədə, fantanın yanında, gözəl fonda bu mochilərin dadına baxmaq olar. Məncə qiyməti münasib idi. Manqolunu çox bəyəndim. Püstə də dadlı idi, amma mənim o qədər də çox xoşuma gəlmədi. Bir neçə dəqiqə gözlətdikdən sonra yesəz dadını tam ala bilərsiniz. İstər xəmiri, istər də dondurması, hər bir şeyi çox dadlı idi. Burada manqonun dondurmasını çəkməyi unutmuşam, amma onunki də elə üstü ürəkdə bir rəngidir, yəni narıncı, aranjılı rəngdədir. Burada digər bubble tealər və meyvə çayları da vardı. Onları da mütləq ki sınayacağım. Bəs siz hansılarını tövsiyə edərsiniz?